Və hörmətli tamaşaçılar, indi növbə gəlib çatdı. Studiyamızın qonağı ilə müsahibəyə. Bu dəfə də çox maraqlı bir müsahibəmiz olacaq. İxtisas seçimi və xaricdə təhsil. Hansı şirkətlərə etibar etmək olar? Cəlb etmə şirkətləri var. Necə etibar edə bilərik? Qalata Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Mürsəl Əliyev studiyamızın qonağıdır. Bəli, ixtisas seçimi ilə bağlı vəziyyət belədir. Hal-hazırda ixtisas seçimində biz ön qeydiyyatları başlamışıq. İxtisas seçimində çox böyük problemlər var. Əslində bu problemlər daha öncədən başlayır. Əslində problemi nədən başlayır? 9-cu, 10-cu siniflərində artıq valideynlər ixtisas seçimində səhvliyə yol verirlər. Mən öz şəxsi belə qohumlardan, tanışlardan və gördüyüm ətrafdan görürəm ki, nə baş verir? Tələbə belə bir təəssürat var ki, 3-cü qrupdayamsa, 3-cü qrupda ballar yuxarıdır, mən 3-cü qrup seçməyim. Deyirəm, yaxşı, bəs riyaziyyatın necədir? Riyaziyyatın çox bərbaddır. Deyirəm, yaxşı, riyaziyyatın bərbaddır, amma 2-ci qrup və yaxud da 1-ci qrup daha asan da olduğu üçün sən riyaziyyata gedirsən. Halbuki sən 3-cü qrup tələbəsisən, sən 3-cü qrupda daha yaxşı yer yığa bilərsən. Oradan başlamaq lazımdır. 9-cu, 10-cu siniflərdən başlamaq lazımdır ki, qrup seçimində düzgün olsun. Bundan əlavə də gəldik ixtisas seçimin özünə. Burada da problemlər var. Mənim qohumum falan yerdə işləyir, mən də ona görə də o yeri istəyirəm. Balı da çatır. Halbuki bu insan daha çox başqa yönümlü, incəsənət yönümlüdür. Məsələn, bizdə keçən il nə qədər tələbə vardı ki, aşbazlıq ixtisasına və yaxud da ki, turizm ixtisasına getmək istəyir. Amma valideyn buna qarşı çıxır ki, yox, sən gedib məsələn, hüquq oxumalısan və yaxud da indi qruplara görə əlbəttə bunlar dəyişir, oxumalısan. Bunlara çox fikir vermək lazımdır ki, ixtisas seçimində bunlar çox önəmlidir. Biz gələn tələbələrə mütləq müəyyən testlər veririk, psixoloji testlər veririk. O testləri eləyirlər. O testin nəticəsinə olaraq biz baxırıq, hansı ixtisaslar ona daha uyğunsa, o ixtisasları yönləndirik. Yenə də valideynin öz qərarına buraxırıq, amma biz ən azından öz borcumuzu yerinə yetirib onlara məlumat veririk. Nə olsun ki, biz şirkət olaraq işləyirik, gəlir əldə edirik, amma biz ən azından bir vicdan borcu olaraq bunlara məlumatımızı veririk ki, xanım və əziz valideyn, bu sizə daha uyğundur. İstəmirsinizsə, o artıq sizin seçiminizdir. Amma mən öncədən bu şeyi deyirəm ki, testin nəticəsi göstərir, biz veririk onu hesabat şəklində ki, sizə bu ixtisaslar daha uyğundur. Onları seçim edin. Və kodlaşdırma da ixtisas seçimi çox məsuliyyətli məsələdir. Yəni bizdən soruşanda ki, siz neçə ildir bu yüzden məşğul olsunuz? Biz deyirəm ki, 15-16 ildir biz ixtisas seçimindən məşğuluq. Amma üzdə deyildik. Biz həmişə bu işi görürük. Yəni adicə YouTube-a girsələr, internetdə araşdırsalar, görəcəklər ki, biz neçə ildir bu işdən məşğuluq və nəticədə ondan ibarətdir ki, bu iş çox məsuliyyətli işdir. Yəni bizə də çox məsuliyyətli. Karyera seçimi ilə bağlı hansı tövsiyələr olunacaq? Cəmiyyətdə hansı ixtisaslara tələbatın olub-olmadığı izah olunur? Bəli, onlar barədə məlumat verir. Çünki ən populyar ixtisaslar var, əlbəttə ki, tibbdir, hüquqdur, məsələn, beynəlxalq münasibətlərdir, balı yüksək olan ixtisaslardır. Amma elə ixtisaslar var ki, məsələn, logistika ixtisası var. Bizdə Azərbaycanda yeni başlayıb artıq belə deyək də populyarlaşmağa. Çox yaxşı ixtisasdır, amma balı aşağıdır. Niyə? Çünki hələ o deyil. Halbuki Azərbaycanda bu dəqiqə ələtdə olan terminal, Bakı-Tbilisi-Qars və bunlar hamısı logistika sahəsidir. Məsələn, yeni, bilmirəm, hələ Azərbaycanda yox, tibbi menecment sahəsi var, özəl dövlət xəstəxanalarının idarəçiliyi. Məsələn, o sahə bizdə hələ ki, inkişaf eləməyib. O sahə çox yaxşı sahədir. Çox perspektivli imkanlar var. O sahə üzrə ixtisaslar, mütəxəssislər lazımdır. O sahəyə yönəlmək lazımdır. Hansı sahələr ki, populyardır və istəyirsən, sevirsən. Bir universitet rektoru gözəl bir söz demişdi. Demişdi ki, sevdiyin işlə məşğul olursan və ona görə sənə pul verirlər. Bu çox gözəl bir şeydir. Yəni, sevdiyin iş görürsən, elə ona görə pul da alırsan. Yəni, sevdiyin işi görməlisən ki, ona görə də pul alasan və zövq alasan həyatdan. Çünki sən ömrə bir dəfə gəlirsən və öz ömrümün 20 ilini, 30 ilini işləyib sevmədiyin işlə məşğul olmaq, o da düzgün deyil. Yəni, o baxımdan da bir də karyeraya gələndə mərhələ-mərhələ, 9-da 10-da əgər bu səhvi eləmisənsə, heç olmasa universitet qəbulundan sonra bu səhvi eləmə. Əgər universitet vaxt eləmisənsə, ixtisasını vaxtında dəyiş ki, daha yaxşı bir nəticə əldə edə bilərsən. Təşəkkür edirəm, minnətdaram, çox gözəl fikirlərinizi bizimlə bölüşdünüz və sizi yenidən studiyamızda görmək istəyərəm inşallah. Mən təşəkkür edirəm, çox sağ olun. Minnətdaram və studiyamızın qonağı təhsil eksperti Mürsəl Əliyev idi. İxtisas seçimi karyerada, belə deyək, mühüm rol oynayır. İxtisas seçimi haqqında danışdı. Xaricdə təhsil seçərkən əziz abituriyentlər mütləq diqqətli olmaq lazımdır.